Salam, hər vaxtınız xeyir olsun. Bax, üzbəüz gördüyünüz küçənin o başı vazdır, hörmətli izləyicilər. Bu tərəfdə indi göstərirəm. Bax, apartmanı görürsünüz. Oradan da düz aşağı düşəndə 5-10 dəqiqəlik məsafədir. 8 saylı məktəbdir. Keçək bir dənə evi də sizin üçün göstəreyim, təqdim edeyim. Bax, evimiz də burada yerləşir. 2 mərtəbəli evdir, hörmətli izləyicilər. Xırdalandadır. El arasında bura milyonerlər məhəlləsi deyirlər də. Keçək bir evə də baxın. 1,5 torpaq sahəsidir. Evin də kvadratı hardasa 110 kvadratdır. Kubcalıdır. Yəni ki, evin də, torpağın da kubcası var, hörmətli izləyicilər. Bir evin tinini göstərək. Yəni ki, optik 4 bir tərəfdən evi fırlanmaqda olur. 5 daş kürsülüdür. Keçə evin təqdimatına. Bax, kombi aparatı üçün də burada yer qoyulubdur. Yəni ki, qazı, işığı, suyu hamısı var. Tam mülkiyyətdir. Yəni ki, ipoteka ilə kiməsə pul ayrılıbsa, gəlib bu evin sahibi də ola bilərsiniz. 105 min manatda start qiymətidir. 4 otaqdır, 2 dənə sanitar qovşağı var, cütdaşdır, hörmətli izləyicilər. Sonra canım sizə desin, otaqların hamısı da işıqlıdır. Yəni 2 dənə, hamısının da pəncərəsi var, belə içində də içsə otaqlar yoxdur. Bax, bura mətbəx hissəsidir, mətbəx də genişdir. Bura qonaq otağıdır. Gəlirsiniz, baxırsınız, Xırdalında ev axtaranlar bizdən əlaqə saxlasın. Əlaqə nömrəsi də profildə var, belə deyə bilmirik. Spama düşür videomuz. Qonaq otağı da genişdir. Keçək, yuxarıda da 3 otaqla sizi tanış eləyək. Xırdalanda, yenə deyirəm, milyonerlər məhəlləsi, 8 saylı məktəbə yaxın, Vazın arxa küçəsinə düşür. Yolu da asfaltdır, küçəsi asfaltdır. 2-3 maşınlıq rahat həyəti də var. Belə gördünüz, həyətini gördünüz. Burada ikinci mərtəbədəki sanitar qovşaqdır. Burada aksuallar quraşdırılmayıb. Gördüyünüz kimi aksualları quraşdırılmayıb və 3 otaqdan ibarətdir. Sizin də satışda evləriniz varsa, hörmətli izləyicilər, bizlə əlaqə saxlayırsınız. Tez bir zamanda satışında da köməklik eləyirik. Bu ikinci yataq otağıdır. Buradan balkona çıxışı da var. Onu indi göstərəcəm sizə. Bu da üçüncü yataq otağıdır. Otaqlar da genişdir. Yəni ki, çox balaca deyil də, belə deyək. Bir daha söyləyirəm. Kim alsa Allah xeyrin versin. Hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.